Bir tərəfdə qazırlar, bir tərəfdə daşıyırlar. Bir tərəfdə beton tökürlər, bir tərəfdə fəhlələr işləyir. Yəni bir gecədə bir neçə iş, səs-səsə qarışıb. Avantın hər gecə ətrafdakı bina sakinlərinə göstərdiyi hünəri. Niyə hünər? Çünki bu şirkətin rəhbəri saat 12-dən sonra səs-küy yaratmağın qadağan olduğunu bilə-bilə qanunu pozursa, deməli qanunu pozmaq hünəri çatır. Bunu paylaşmaqla məsələnin düzəlməyəcəyini bilirəm. Sadəcə göstərmək istəyirəm ki, qanunu pozan avanta nə söz keçir, nə də cəza. Bunu sosial şəbəkə hesabında paylaşan jurnalist Nigar Sabir qızı bildirib. Sabir qızı Avant tikinti şirkətinin gecə saat 12-dən sonra Yasamal ərazisində apardığı tikinti işlərinə etirazını bildirir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.